Her vaxtınız xeyir, değerli tamaşaçılar. Bura Laçın futbol stadionudur. Artıq Çempionlar Liqasının birinci tur mərhələsinə hazırlıqlar gedir. Çox oyuncumuz olmasa da biz sizə görüntüləri təqdim edirik. İlqardan zərbə, Kamran yerində. Cavad İskəndərli, Cavad başladı. Yusif də. İlqar Məmmədov. Kamranla performanslar gösterilir. Cavad. İlqar. Artıq bugün oyunlar təxmin ediləcək. Bugünkü püşkatma mərasimində oyunların təxmin olunacaq. Ayın neçəsi və qol. Cavadda top. Cavad İskəndərlidə. Laçın Futbol Klubu artıq Çempionlar Liqasına adım atmışdı, yəni videolardan görmüşdünüz. İndi isə hazırlıqlar gedir yeni birinci tur mərhələsinə. Yeniliklər gedir. Demək olar transferlərimiz çoxdur. Biri Ramal, təzə oyunçumuz. Dünən yoxladıq, çəkiliş olmadı, amma mən bildirəm ki, yaxşı oynayır. İnşallah ki antrenmanımız da uğurlu keçir. Kamran müəllimlə müsahibə alırıq. İndi Kamran müəllimə yaxınlaşırıq. Kamran Cəfərlinin yanındayıq. İndi müsahibə alırıq. Buyurun Kamran müəllim. Mən orta oynayıram, müdafiədə qəşəyəm. Forvet belə yalan deyirəm, qapıda belə orta saha falan. Bu qədər yəni. Mənim dediklərim bu qədər olacaq. Sağ olun. Yeni oyunlara hazırlansınız. Əlbəttə. Sağ olun. İndi isə Yusuf müəllimin yanındayıq. Buyurun Yusuf müəllim, söz sizdə. Nə deməyimi istəyirsən? Yəni futbol necə gedir sizə görə? Mənə görə sən bizi çox işlədirsən. Yəni qarşılığını verəcəyik. Bəli. Yəni Bu qədər. Tələbələr bizim olacaq. Sağ olun. Müsahibələri də gördünüz. İndi isə birazdan Cavad İskəndərli İlqar müəllim müsahibə verəcək. Cavad da, Yusif və qol. Artıq stadionda yeni işıqlar çəkiləcək. Görürsünüz, yəni o qara tel işıq çəkiləcək stadionumuza. Təbriklər Cavad İskəndərli, çox gözəl, möhtəşəm zərbə. Yeni oyunlar artıq hazırlaşıq, dəyərli tamaşaçılar. İnşallah qələbə bizi gözləyir birinci təsminat mərhələsində. Bugün artıq bilinəcək oyunlarımız təqvimə əsasən ya bazar ya 6-cı gün. Təxminən bazar günü olunacaq oyunumuz. Oyuncularımızı sizə bir sayıram. Cavad İskəndərli, İlqar Məmmədov, Yusuf Hüseynov, Kamran Cəfərli, Məhəmməd Ümmətli, Məhəmməd Şəmiyev, Ramal, sonra və bu qədər oyuncularımız, dəyərli tamaşaçılar. Qapıçımız Şazım Mirzəyev və Hüseyndir. Hüseyn Nəcəfli müdafiə, Cəsur yarım müdafiə və Sarı. Bu qədər əziz dostlar.
İndi isə antrenmanı sizə göstərirəm. Birazdan Cavadla İlqarın müsahibəsi olacaq. Bu nə zərbə idi? Oturacaqlar dəyərli tamaşaçılar. Orada təzə çəkiləcək xətti, işıq xətti. Bura işıqlar çəkiləcək gecə üçün. İndi isə oyunumuza davam edək. Geçen yukarı gördüm ya. Değerli tamaşaçılar, sağ olun, salamat qalın. Bugünkü püskatmanın rəsmləri sizinlə paylaşacağıq. Sağ olun, salamat qalın. Sizi sağ oluyuram. Sağ olun, salamat qalın, değerli tamaşaçılar.